Falan Fidan'ın yeni bölümüne hoş gəlmisiniz. Bugün yanımızda Emin Hüseynov var. Salam. Hamısı Fatima olarak tanıyır ama yine de Emin Hüseynov real adı. Necəsiz? Yaxşı, siz necəsiz? Çox sağ olun, mən də yaxşıyam. Özünüzü bizə tanıda bilərsiniz, yaşınız, harda doğulmusunuz? Mənim 22 yaşım var. 2003-cü ildə doğulmuşam, Bakıda doğulmuşam. Adım Emin Hüseynov. Bəs nə işlə məşğulsunuz? Blogerliklə məşğulam, həm də qrafik dizaynerəm, həm də IT akademiyasını qurtarmışam. Belə çox fərqli işlərlə bir yerdə həmişə. İlk sualımızdan başlayıram. Hamının verdiyi və sizin də keçən dəfə storinizdə gördüm. Amma yenə də mənə hamı bu sualı verdi deyə istəyirəm bir də sizə verim. Fatima kimdir? Fatima necə yaranıb? Yəni başa salacağam, amma Fatima deyə biri yoxdur. Hamı elə bilir ki, bir adam var, Fatimə və mən onun üstündən getmişəm. Yox. Mən sadəcə Fatimanı yaradanda çox da fikirləşməmişdim. Bir harca 10 dəqiqə oturdum, baxdım ki, Azərbaycanda ən çox qoyulan adlar hansılardır. Gördüm ki, Fatimə hamının həyatında ən azından 1-2 dənə olub da. Yəni ona görə fikirləşdim. Mən o videonu paylaşanda onu kimsə taq edib deyəcək ki, bax Fatimə, bu sənsən. Ondan sonra da onu mən ingilis dili dərsində olan bir qız kimi yaratmışdım deyə. Demək olaraq bütün danışıq belə oldu. Yəni ona görə elə yarandı. Amma sonra mən o yenilikcə düşünmüşəm də, təzə ağlıma gəldi ki, o vaxt mənim bir sinif yoldaşım var idi. Ən zəhləm gedən insanlardan biri idi həyatdakı. Onun adı Fatimə deyil. Mənim Fatimanın da sinif yoldaşlarım oldu. Onlar bilir ki, o deyildi. Yəni ona 100% əminəm. O qız mənim yanımda otururdu və hər gün gəlirdi, başlayırdı ki, mənim penalım var burada 5 manatdır, sanki 20 dəfə belə eləyirdi. Mən də neyniyim? Sonra deyirdi, nəsə mən buna əsəbi reaksiya verdim, deyirdi, sən mənim eləyirdi. Məncə o ağzımdakı o ağız əymə, danışıq, sanat belə hamısı yarandı və mən beynimdə bir ingilis dilində danışan Azərbaycanca, İngilis aksentində Azərbaycanda danışan o Fatimanı yaratdım. Bəli. Yenə də nifrət etdiyiniz insan da olsa sizi belə uğurlar. Mən təşəkkür edirəm Fatima. Bəli. Emin real həyatda necə biridir? Emin real həyatda sakit, ciddi deyirlər, ciddi deyiləm. Sadəcə elə görünürəm. Məncə sizdə də elə bir hiss gəlmiş ola bilər ki, mən ciddiyəm. Amma yəni ciddi yox. Yəni normal insan olaraq normal bir insanam. Amma belə Emin adam yeyən, adam öldürən zat deyil də. Yəni belə normal bir insanam. Həmişə də zarafat eləmişəm, həmişə güldürmüşəm. Blogerlikdən əvvəl də həmişə belə video çəkmişəm. Lap balaca vaxtımdan da belə, yəni hardasa 10 yaşımdan da olan videolarım var. Belə həmişə nə ilənsə biraz parodiya eləməyi xoşlamışam da. Sinifdəki müəllimlərimi parodiya edirdim. Bütün sinif yoldaşlarımı parodiya edirdim. Bir adam nəsə səhv deyirdi. Ağız əymək kimi yox, amma belə gülməli bir şəkildə onu yansıtırdım. Belə yəni normalda da videolara oxşuyur, amma həmişə zarafat eləməyi xoşlayan, kimsə güldürməyi xoşlayan biri. Və sinifin belə səssiz amma gülməli uşağı idiniz yoxsa? Yox, səssiz deyildim. Sinifin içində səssiz deyildim, sinifdən qıraqda səssiz idim. Yəni öz sinifim varsa həmişə güldürürdüm, həmişə bütün müəllimlərim də bilirdi ki, onu mən həmişə güldürürəm. Məsələn, universitetdə oxuyanda, mən universitet qutaranda bütün müəllimlərim oturdu, onlar bir parodiya elədim. Onların qabağında belə bir universitetdə elə qutardım da, yəni. Yəni onlar hamı bilir ki, mən həmişə güldürməyi xoşlayıram da, yəni belə. Bəli, oyunculuğunuz yaxşıdır. Hansı universitetdə oxumusunuz və ixtisasınız nə idi? Mən Odlar yurdunda oxumuşam, qrafik dizayn ixtisası. İndi də eyni universitetin magistrini oxuyuram. İndi də ümumiyyətlə dizayn və texnika estetika. Belə, amma özüm aktyorluğa girmək istəyirdim. Prosta böyük bir haqsızlıq oldu deyə girənmədim. Bizim ölkənin haqsızlıqları hamı gəlib burada onu danışır. Mən də onların acığına indi özüm aktyor olmaq seçdim ki, belə olacaq. Əslində çox adam da buradan qalxır, belə çox oxuyub qalxan. Əslində məntiqli yol budur, çünki adamlar daha çox burada tanıyır adamı, amma belə ümumi olaraq teatr aktyoru olmaq da mənə maraqlı gəlir. Bilmirəm, o qədər təcrübəm var, eləyərəm, bu eləmərəm, amma ən azından öyrənmə yoluna girmək istədim, amma belə həvəsimi ürəyimdə qoydular. Ona görə belə özüm başladım eləməyə. İnşallah daha da uğurlarınızı görərik. Bəs bilirəm sizin əl qabiliyyətiniz var, hardasa storylərdən, şəkillərinizi də falan da görmüşəm. Bu yolda davam eləmək istəyirsiniz? Dizaynerlikdə. Dizaynerlik Azərbaycanda belə biraz üstünə qoyub işləsən, məsələn, bu dəqiqə blogerliklə bir yerdə çox da əla apara bilmirəm də ikisini. Çünki yəni yenə də qrafik dizayn blogerlikdən daha da çox qazandıran bir sahə deyil də. Yəni ümumi həyat baxımından, yəni
məncə böyük ehtimalla blogerliklə davam edirəm. Yəni blogerlik, aktyorluq, necəsə bir kontent yaratmaq, yəni həmişə biraz belə əyləncə şeylərinə yönəlmişəm. İndi blogerlik olmasa insanı əyləndirən başqa bir şey deyə bilərəm də. Qrafik dizayn da maraqlıdır. Belə əl qabiliyyətim uşaqlıqdan biraz var idi. Biraz da dərslərdə rəsm, rəngkarlıq keçdim deyə biraz da daha üstünə qoydum, amma belə o qədər də rəssamlar qədər yaxşı şəkil çəkmirəm, amma bilmirəm də, yəni mən deyə bilmirəm, belə 5 il əvvəl tamam başqa bir yerdə idim. İndi başqa bir yerdəyim. 5 il sonra da tamamilə başqa bir məşhur dizayner ola da bilərəm, olmaya da bilərəm. Heç nə bilim, yəni ona görə belə dəqiq bir planım yoxdur. Necə gedirsə elə getsin də yəni. Və bir də Instagram adınız deyəsən Paint ilə Picasso'nun birləşimi bilirsən olub. Onu dəyişməyi düşünürsünüz? Yox, dəyişməyi düşünmürəm. Hələ ki, bəlkə dəyişərəm də vaxtsa, amma o özümdə də bir istəyirəm ki, o ad biraz tələffüz cəhətdən Paintossodur. Burada açılıram. O ad Paintossodur. Bir xala var idi, mənə bu hekayəmdə danışım. Mənim metroda gördü və hardasa 50-60 yaş arasındaydı da. Gəldi, qaçdı. Paint! Belə bir o Paint şeyindən sonra biraz fikirləşdim ki, bəlkə doğrudan dəyişim. Bu arvad onu necə yadında saxlamışdı. Paintosso. Prosta Paint'i çox vurğuladı da orada. Orada biraz şey elədim ki, yəni niyə elə sevinirdi Paint deyəndə mənə, amma belə dəyişmirəm. İstəyirəm ki, o da bir nickname kimi. Çox adam nickname ilə tanınır. Mən də istəyərdim ki, elə tanınsın. Çünki belə xaricilərdə Rain Man güya, yəni asan da düzdür. Bir yenə də Paintosso da çətin bir şeydir. Prosta bilmirlər necə tələffüz eləsinlər. Amma yəni mən istəyirəm ki, öyrənsinlər. Çünki anısı var da, belə yaranıb, belə də qalsın da. Yəni dəyişmədim Emin Hüseynov deyə. Amma bəlkə də dəyişərəm. Belə bir hələ ki yoxdur elə bir fikrim. Amma qəşəng adır. Yəni ikisini birləşməyi. Fanatlarınızdan gələn ən qəribə mesaj nədir? İndiyə qədər. Fanatlarımdan gələn ən qəribə mesaj. Ya da birisi görüb qəribə bir şey istəyib, siz də belə nə əlaqə olmusunuz? Təzərrüc olmuşdu. Oturmuşdum bir coffee shopda. Bir xanım arxamdan Emin belə bir səs gəldi. Döndüm, baxdım. Elə bilmədim mənə çağırıb. Prosta dedi, adınızı yoxluyordum. Belə bir şey. Ya siz olduğunuzu yoxluyordum. Belə bir şey dedim. Mən də elədim, güldüm. Sonra dedi, olar bir video çəkək. Mən də dedim, çox vaxt deyirlər ki, ad günü təbrik eləyək. Bir nəfər mənə yazmışdı, sevgilimlə küsmüşəm. O sizi çox xoşlayır, ona salam deyin, barışlı. Onu da eləmişəm, amma bu xanım mənə dedi ki, mən burada işləyirəm, haradasa şirkətin adını dedi və mənim müdürüm bu adamdır. Zəhmət olmasa ona deyə bilərsin, mənim maaşımı qaldırsın, biraz mənə premiya versin. Mən də oturdum, dedim, zəhmət olmasa. Niyə mən bunu istəyirəm? Mən istəsəm nə olacaq? Onu başmadım, amma elədim onu. Mən bu xanıma səslənmək istəyirəm. Qaldırdı yoxsa yox? Mənə çox maraqlıdır. Mənə çox maraqlıdır. Kommentə yaz, xahiş edirəm. Məşhur olandan sonra həyatınızdakı ən böyük dəyişiklik nə oldu bəs? Məşhur olandan sonra həyatımda ən böyük dəyişiklik, yəni insanların tanımağından belə hamının görəndə hamı eləyir. O dəyişib belə. Fatima. Fatima deyirlər. Adım unuduldu. Öz adımı unutmuşam. Mənim adım Fatimadır. Belə yəni çox böyük bir şey dəyişməyib. Necə həyatın necə gedirdisə, yəni hələ ki dəyişməyib. Belə bir villa, bir Amerikada yaşamıram. Yəni belə hələ ki heç nə dəyişməyib. Bəlkə indi gələcəkdə ola bilər, amma belə normal sadəcə çox adam tanıyır. Biraz məsələn, metroya zada minirəm də normal gündəlik, yəni maşınım yoxdur, belə metro avtobusla minirəm. Sadəcə ora minəndə biraz belə oluram ki, düzdür, gizlənmirəm, amma yəni hara kimdəsə göz yüz gələndə belə bir şey görürəm deyə belə biraz adamı qəribə olur. Ya da nə basa-basla bir şey çəkdirib, belə bir şey çəkdirib. Yəni belə ancaq elə qəribə dəyişikliklər olub da belə wow bir dəyişiklik olmayıb. Bəs məmnunsunuz belə həyatınızda? İlk başda hardasa bir məşhur olduğum bir dönəm oldu. Hardasa bir məşhur olduğum yerdə biraz daha tanıdığımda belə 30 min izləyici vaxtı falan çox adam tanıdı. Ən çox belə Targovaya çıxanda orada çox da bizim yaşlılar olurdu. Yəni, ən çox mənə bizim yaşlılar, bir də belə bilmirəm 40-50 yaş arası qadınlar tanıyır və çox vaxtda daha çox məndə 70% izləyici xanımdır da. Yəni ona görə ən çox məni tanıyanlar xanımlar olur çox vaxt. Onda biraz çəkinirdim də, evdən çıxmaq istəmirdim ki, ayda, nə deyəcəm. Çünki adamlar gəlir, mən çox belə, necə deyim, ünsiyyət kimlənsə qabağımda gəlsin, belə danışan deyiləm də. Ona görə gəlirlər belə, salam deyirlər, qalırlar. Mən də deyirəm, salam,
Belə iki baxırıq bir-birimizə də. Ya o heç nə demir. Bəziləri deyir mən sizlərəm, mən deyirəm çox sağ olun. Arada deyirdim ki, ən sevdiyiniz videom nədir belə. Amma bilmirdim nə deyim, yəni çünki belə qəribə bir ortam olur. Amma indi öyrəşmişəm, deyirlər, gülürəm. Onlar da indi izləyicilər də biraz daha normal danışırdı. Əvvəl amma belə salam. Salam, ya da dayanırdılar, getmirdilər. Bir var gedəndə desin, onda rahat olurdum. Sonra belə bilmirdim nə edeyim. Salam eləyirdi, qalırdım belə yəni. Salam. Və bəziləri də mənə baxıb gülür uzaqdan belə. Ya baxırlar, gülmürlər də, belə baxırlar. Mən də baxıram, arada bir fikirləşirəm ki, mən gülməliyəm görəsən. Bəlkə məni tanımır, deyəcək nə gülürsən deyə. Elə o şeylə həmişə fikirləşirəm ki, mən gülüm yoxsa yox. Çünki birdən deyər ki, prosta nəyəsə baxıb ki, kiməsə oxşadıb da. Biraz onda çaşıram ki, mən indi məni tanımalıdır, yoxsa deyəcək ki, bu sən kimsən ki, mən səni tanıyayım. Biraz o elə qəribə şeylər olur, ona görə bilmirəm. Biraz adam onda geridir ki, mən nə reaksiya verməliyəm qabağımdakına. O çətindir, amma yavaş-yavaş öyrəşirəm onu. Mən sizə çox yaxşı başa düşürəm, mən də olur belə salam deyirlər. Yaşanır onlar. Bir damcı, balaca. Salam deyib dayanırlar, insan bilmir nə desin. Yəni. Bir şey deyəcək bir şey yoxdur da, salam. Bir sual olmalıdır, 100% mütləq videoları bəyənirəm, video necə çəkirsiniz, çətindir, ya pul qazanır, yəni belə absurd, yaxşı, pis nəsə deməlidirlər, amma demirlər. O da belə qalırsınız belə. Salamdan sonra nəsə deyin. Salamdan sonra nəsə deyin. Yenə mən sizi izləyirəm deyəndə çox sağ olun deyirsiniz və yola salırsınız da, amma salamdan sonrası getmir. Gələcək planlarınız nədir? Siz dediniz 5 il sonra hər şey eləyə bilərəm, amma hazırda belə üstündə işlədiyiniz bir şey var? Üstündə işləməyə başlamamışam, amma işləməyə başlamaq istədiyim bir şey var. Mən də YouTube-a keçmək istəyirəm. Nə edəcəyimi bilmirəm hələ YouTube-da, amma istəyirəm ki, özümdə YouTube kanalı olsun və biraz YouTube Shorts-a video paylaşdım, gördüm ki, Fatima burada da. Bir dənə Fatima videolarım tutdu, başqa heç bir video tutmurdu. Daha çox uşaq kitlə var deyə və onlara maraqlı gəldi Fatima. İndi bilmirəm, Fatimanın mı kanalı olar, ya özümün mü kanalı olar. Özüm yoxam deyə mən bilmirəm, özüm olaraq nəsə yazsam kimsə baxacaq. Yəni YouTube-da əsas planım ki, başlamaq istəyirəm, başlasam nə çəkəcəm. Yəni hələ ki onun üstünə fikirləşirəm. Sizi də burada görmək çox xoş olar məncə. Əsas suallarımız bitdi. Sizə daha çox suallarla sıxmaq istəmirəm. Ona görə istəyirəm oyunlara keçək. Keçək. Tamamdır, oyunlara keçək. Və bu etapımızda isə indi siz də ilk dəfə öyrənirsiniz. Burada 2 dənə boşqabımız var, içində fərqli yazılar var. Səhv eləmirəmsə, yox düzdür. Burada tipləmələri var, burada isə suallar var. Sizdən istəyəcəm ki, buradan bir kart və buradan da bir kart seçin random olaraq. Bu suala bu tipləmə ilə cavab verin. Çox pis. İndi birinci tipi seçsəm, sualı... Fərqi yoxdur, ürəyiniz alsın istəyirsə. Çox da qarışdırmaq da çətinlikdir. Gördüm, qarışmır. Hamı ilə səmimi olan satıcı. Bildim mən o sədələk. Sual. Səni ən çox nə xoşbəxt edir? Aşkım, bilsən mənə ən çox nə xoşbəxt eləyir? Bax ürəyim, bax ballı tortum. Mən insanları güldürürəm. İnan Allaha heç bir şeyim də yoxdur da. İnan Allaha. Elə xoşbəxt oluram, kimsə güldürəm. O gülür, mən də xoşbəxt olum. Mənim şəkərli vanilim. Şəkərli vanilim son nöqtəydi. Şəkərli vanilim. Fatima. Rahat. Fatima. Həyatdakı ən önəmli şey. Mənim üçün həyatdakı önəmli şey. Yoxsa ümumi həyatdakı önəmli. Hə, Fatima üçün. Fatima üçün. Hər kəsə salam. Mənim həyatımdakı ən önəmli şeylərdən biri odur ki, Fidan xanım, mən Instagramı sevirəm, paylaşmağı sevirəm, bütün izləyicilərimlə bunu bölüşməyi sevirəm. Həyatda bir dəfə gəliriksə, biz həyatda bir dəfə gəlirik sadəcə, necə əylənməyək, necə günümüz pis keçsin, daha çox pul olsun, maşın olsun, daha belə money, Yəni mənim üçün düşünürəm ki, Fatima üçün ən önəmli şeylərdən biri budur da, yəni nə deyə bilərəm, siz başqa bir sualınız varsa verin. Fərid bəs? Fərid mənim həyatımdakı, məncə mən Fəridin həyatındakı ən önəmli şeyim, o mənim yox. Gülüş ayıncısıdır, gülüş.
Hazır Fatima demişkən, O buradadır. o buradadır. Ay mama. Bizim sizə kiçik bir hədiyyəmiz olacaq. Oha. Bəli. Kiçik. Mənə yoxsa Fatimə? Baxır da. Amma zarafat çox qəşəngdir və geyim tam seçmişsiniz. Buna fikir vermişsiniz. Nə yazılıb? Canına Azara. Cezar. Cezar mən. Privet Cocktail'a. Popame. Çox sağ ol, məladır. Oradan hələ də belə bir hədiyyə gəlməmişdi mənə. Fatimanın hədiyəsi. Bunlara qoy. Burada davam et. Davam eləyə istəyirsiniz? Təşəkkür edirəm hədiyyəyə görə. Sizdə. Allah heyecanlandım. Instagramda canlı açıb podruqası ilə danışan qız. Yəni ən Burada necə sevdiyim. yazıb? Ən böyük arzun nədir? Bax, kameraya baxmalıyam da. Bəli, canım. Həqiqətən yazmasam necə bildim. Kuruq da ola bilərik biz istəyirsiniz. Kuruq lazımdır, kuruq lazımdır. Ay qız. Orada nəsə... Salam Fərid, salam. Sakit ol da biraz da. Danışın, nasıl Ay qız. Danışın. Nəsə sual verim. Hə, bəs nə oldu ona? Hara gəldin? Biri soruşub ki, həyatdakı ən böyük arzun nədir? Deyir, həyatdakı ən böyük arzun nədir? Sabina. Kimdir ki o? Yaxşı. Həyatdakı ən böyük arzum yəqin ki, normal bir ailəm olmaqdır da. Fərid, salam Fərid. Fərid, salam. Fərid, gəl də biz buradayıq. Bagel'da. Hans Fərid. Fərid yoxdur şey. Sakit ol da, sakit ol. Fidanla, fidanla. Ya, birisini tanımıram. Bu qədər. Əlaydı bu. WhatsAppda soxucu sözlər statusa qoyan ana. Onun üçün telefon lazım olacaq. Görək. Ən böyük qorxum nədir? Uyğun da əslində. Sən qəribə düşdün. Onu Statusa titrəmə qoyuram. olaraq, həyatda ən böyük qorxum mənə hörmətsizlik edənlərdir. TikTok linki qoymalıydı. Prosta orada bir görsel bir bilirəm, şey var ya, orada bir oynamalı maksimum bu ola bilərdi məncə. Yaxşı. Tipləmə ilə. Çox yaxşı. Təşəkkür edirəm. Sonuncu. Rusca danışan, özünü hava zəngidən oğlan. Səsim uyğundur əslində bugün ona. Həyatın bir film olsaydı. Spider-Man. Mən Rusca danışam. Rusca danışan oğlan Azərbaycanda danışıb desin məncə. O anda, hə. Qalınlaşdırıb da. Yenə Fəridlə danışam. Fərid, mənim həyatım film olsa Spider-Man, Человек-паук olardı yəqin ki, çünki bilirsən necədir? Mən uşaqlıqdan baxıram Человек-пауka. O Человек-паукda mənə mama, papa deyirdi ki, bax, o necə eləyir. Mən də ona baxıb həmişə deyirdim, ata, mən может Человек-паук olum. Mənim ən sevdiyim tipləmə o həqiqətən Rusca danışan oğlan. Əsas da o Azərbaycan dilində çevirəndə Keçəndə qalmaz. Hamısı eynidir bu arada. Əlaydı, çox qəşəng elədi. Təşəkkür edirəm. İnşallah bəyəndiniz. Biraz çox əlaydı. Yəni sürpriz oldu deyə bilmədim rollara girmək. Yox, tam girirsiniz. Həqiqətən hamısının özəllikləri. Çünki özümü çox vaxt görürəm video çəkəndə, indi bilmirəm da necə oldu. Əla oldu, mən çox əyləndim. İzləyicilərimiz də əyləndi, görürəm. Qıraqdan gülürdülər. Bu oğlan dəhşət. Onda sonuncu etapımızı keçə bilərik. Keçək. Bu etapımızda isə keçən dəfəki kimi zümzümə oynayacağıq. İzləyicilərimiz bir mahnı seçib onu zümzümə eləyəcək və biz də tapmalıyıq. Tapmayan isə acı biber yeyir. Başlayaq. Başlayaq. Keç.
Tans mahnısına oxşuyur. Nəyin mahnısı? Tans mahnısı kimi. Tans mahnısı kimi düzdür. Bir də oxu. Düşüncələr? Bilmirsiniz mahnı? Yox, başa düşmədim. Mən Başa düşmədim. Sizin ağlınız tans mahnısı. Nə orada belə. Bir dənə. Bəli. Telefon tutdum. Yaxşıdır. Mən sizə xoşlayıram bunu. Prosta dönərini. Bura gələn hamı onu deyir. Prosta dönərlə. Prosta biraz boğazım ağrıyır. Ona görə orada risk nəsə. Şey. Əla. İkinci mahnıya keçək. Canbaz. Mən adını Uduram, bilmirəm. Mən adlarını bilmirəm. Mahnısı sözləri də oxuya bilərdiniz. Hə, sözünü demək olar. Mən çətin nəyinsə adını bilim. Mən çünki öz xoşladığım mahnı adını bilmirəm çox vaxt. Hamısını getirdəcəm deyəsən. Aha. Yedim. Yaxşısınız. Mən bilmədiyimi oxuyuram. Həm də Azərbaycan çətin məsələdir. Azərbaycan retro mahnılar olsa bəlkə amma o da. Mən bir şey əminlik verə bilmərəm də. Bəlkə də bilirəm, bəlkə də bilmirəm. Yəni o hər an hər şey dəyişə bilər. Başlayaq. Heç bilmirəm bunu. Mən bilirəm, bu adını yenə bilmirəm. Bir də baş hərfini desəz bəlkə kim tez dedi? Si. Tək ingiliscə bilmirəm. Si. Adını mən də bilmirəm. Heç sözünü də bilmirəm. Prosta. İkimiz də yeyək onu. Hə? Eminem Stan. Bu Rihanna ilə oxudum. Burada tək Eminem oxuyur bunu. Yox, Qız mən var axı orada. Bir yerde okudu. Rihanna deyiləm. Aha. İşte İşte, davay. biraz vaxt qazanmaq. Şeydi. Oo. O Necə o rahat yerim? adısı sonradan yer. Sıradaki mahnı. There we go. Ne? There we go. Meyveli bir şeydi. Cherry. Ay, Cherry, cherry. cherry də belə. Ama birinci o bildi. Optimum olmuş. Neçə mahnı qaldı? Işkap. Uduzdım. Olsun gene de oynadığım Təbii ki. için teşekkür ederim. 7 sanmışsınız böyle. Mən sizə bura biber yemək üçün gəlmişdim. Bəli, bu etapımız da bitdi. Digərinə keçək. Bəli, bu etapımızda isə linkləri oxuyacağıq. Emin bəy link tapmaq biraz çox çətin oldu. Hamı məni sevir. Bəli. Amma Fatima sevir. Amma bir ikisini tapdıq. İndi onları oxuyacağam. Vallahi buna heç kəs qız verməyəcək. Hə, o gördüm. O yəni mən oradakı xanımı demək istəyirəm. Ay Allah, mən ölürdüm axı. Ya o biraz şey kommentdir. Mənə qız veriblər. Buradan açıqlayıram. Mənə çox da gözəl bir qız veriblər. Mən çox xoşbəxtəm. Amma yəni mən onsuz da istəmirdim sizin qızınızı, yəni. Yo, orada mən əsəbləşdiyim şey o idi ki, qız verməyəcək bir fikirdir. Sonra dedim mən heç vaxt vermərəm. Yəni vermədə görə kim istədi ki, yəni. Bəli. Ha, bu arada Hadi qız sen veriblər də. Yəni o tamamilə səhv oldu, yəni. Video gülməlidir, amma qızlar, qadınlar olmasa kişilər gülməli video çəkə bilmir. Yəni nə yaxşı qızlar var. mən bunu həmişə demişəm. Nə yaxşı ki, xanımlar var. Bəli. Olmasa biz də olmazdıq. Amma mənim çox da orada videolarım var. Məsələn, inək parodiyası. İnək göyərçin eləmişəm, pişik parodiya. Normal deyir, rusca danışan oğlan da var, sağ olsun. Yəni onun da parodiyasını eləmişəm. Olmasa olar, amma olmağı da üstünlükdür ki, qızlar, qadınlar deyil də sadəcə. Amma mən özüm oğlanam. Bunu mən oğlan parodiyası eləyəndə çox da fərqli görsəm də, sadəcə bir tipləmə olur. Amma buraya gülməlilik qatıb üstünə qızlarla özü də pis bir şey deməmişəm hesab. Mən yəni həmişə sadəcə demişəm ki, bu parodiyadır və onsuz da abartıram. Yəni heç kim Fatima qədər deyil də. Yəni
Ona görə yəni nə yaxşı ki var qızlar. Belə deyək. Əla. Bunu oxuyum mu bilmirəm. Çox qərarsız qaldım. Oxuyun problem deyil mən. Peki. Ay. Bomba videolar çəkirsən, amma belə getməklə geyləşirsən. Yəni bağlı. Bura sansür gibi. Kim yazıb onu? Bu yəni çox doğrudan da nə bilim, yəni Bizim- çox belə Bəli. səviyyəsiz düşüncədir. Yəni bir insan ona qalsın nə boyda bizim aktyorlar oturub qız geyimlərini geyinib, elə mənim uşaqdan baxdığım, yəni bu şəhərdə olsun, Bəli. nə bilim Planet Parnsburgda da çox şeylər olub. Ümumi olaraq bütün dünyada yəni qız parodiyası eləyənlə kimsə geyləşmir ya da ki, geyləşmə deyə bir şey yoxdur onsuz da ya ola bilərsən ya da olmaya bilərsən də yəni. Ona görə yəni mən onu izləyicilərə buraxıram çünki çox səviyyəsizcə bir şeydir. Mən onun səviyyəsinə düşüb bir şey fikirləşmirəm. Və bizdə əsas da parik taxanlara çox belə yorum gəlir. Əslində mən az görmüşəm. Mən onu fikirləşmişəm ki, belə bir algı yaranar, amma çox da yaranmayıb. Çünki elə yəni olduğu kimi göstərirəm. Ondan sonra pan bilir ki, məni tanıyan da bilir necə bir insanımdır. Yəni ona görə məni belə narahat eləməyib. O da ki, onsuz da o istəyir ki, kommenti, like gəlsin, kimsə dəstəkləsin, amma heç dəstəkləyən də inanmıram çox olsun onu. Çünki yəni nə yaxşı ki, mənim izləyicilərim səviyyəli kütlədirlər. Yəni doğrudan elə səviyyəsi adam az görmüşəm də. Mən ona görə yəni onun öz beyni ora qədər işləyir deyə məncə elə bir komment Yavaş-yavaş elə kommentlər vəbşi görməməyə başlayıram. yazıb. Azalıb. Bəli. Biri yazıb Emin haqqın yolunu tapıb. Nə mənada yazıb heç bir fikrim yoxdur. Amma Emin haqqın yolunu tapıb. Benim haqqım yolunda. Videosunda biraz da. O biraz qəribə olub bir şey videosuna. Nə demək? Bəlkə o məncə yazsın alta ki, daha da açıqlansın. Bunun Nə arxasını olub? gözləyirik. Fatimalar sənin kimi əzilib büzüdə bilməz. Sənin qədər Fatima ola bilməz. Bu yaxşı bu mı dəstək yorumdur? deyir. Pis mi yorumdur? Çox bəlli olmur. İlk yorumu sənin kimi əzilib büzüdə bilməz. Sənin kimi yaxşı ola bilməz. Yox, bu list deyil. Bu deyir ki, yəni heç deyirsən necə yaxşı şey. Deyirsən nə möhtəşəm insansan belə, yəni daha da əzilib büzülə bilmir. Ya məncə bu, yəni girdiyim rolun şeyini tərif edir Bəli. məncə. Ya ona görə bu list yaxşısan edirsən deyir, yəni Fatimanı. sənin kimi deyir, qızlar et sənin kimi. O şey var, çox şey yazdılar, cilvə. Bəli, bəli. Yəni Fatimanın cilvəsi. Yəni o söhbətlə eynidir. Və axırıncı yorumumuz yenə eyni yerə gəlir. Kişilər niyə kişilikdən çıxıblar? Öz reisləri ilə yox, şpalda şpalda kabulukla atlanıb düşürlər. Siz kabuluk Bolda kim? kabulluq, şpal nədir? Kabuluk Kişilər niyə kimsiniz? özü- Sen sonra Yox, mən heç soruşdum. Mən ümumiyyətlə başıma atdığımdan başqa 45 razı mən kabul. doğrudan 45 razım bir şpalda gəzə bilmərəm kabulokdan nədirsə da. Hayda. Yox, yəni mən ümumiyyətlə heç vaxt bir dənə düzdür, yox, belə YouTube çəkişlərində olub qadın geyimi geyinmişəm, amma kabulok geyinməmişəm və normalda sadəcə başıma mayka atıram da, yəni. Mənə bir dəfə biri yazmışdı ki, "İçə kişi sənə başına mayka atarlar." Başına 11 mayka. kişilik qanunu var ki, kişilər başına mayka ata bilməz nöqtə. Elə şey yoxdur da. Yəni mayka atmışam, nə olub? Sən də at. Yəni bəzi qəribə algılar var, mən görmüşəm də. Yəni ki, çox dəxilsizdir. Mayka kişi mayka geyinir. Özdə qadın maykası atmısan desə, bir dəfə biri yazmışdı ki, bu dində günahdır. Qadın qılığına girmək. Mən heç qadın qılığına da girməmişdim o videoda və mayka atmışdım. Yəni belə qəribə bir şeylər ya kommentlər yazdılar. Ona görə də bilmirəm də. Sizə gələn ən qəribə deməyim, ən belə ağır linç nə idi bəs? Mən ağır linç görməmişəm. Mən elə bu oxuyanları bilirəm. Yəni çox adam rus dili haqqında çox əsəbləşir mənə. O da ki, onlara da heç deməmişəm. Çox bir dənə videom var, deyirdim ki, çox səs-küy ilə danışırlar. O da onu 1 milyon izlənib. 1 milyon adam izləyib və bu fikirdədirsə, demək ki, doğrudan da rus sektorlarının bilməm səs tonundandır. Ya doğrudan o səs çox gəlir də. Yəni 5 nəfər az sektorda. Az sektorda da var, onu bilirəm. Onlar sadəcə ha güləndə, amma onlarda biraz başqa cürdür. Bunlarda danışıq səs tonu fərqlidir deyə. Mən ona görə, mən də amma pis bir şey deməmişəm. Sadəcə demişəm səsli gülürlər. Ya səsdən şeydir. Çox səssizdir də, yəni belə. Ancaq ən çox rus sektoru söhbətini görmüşəm ki, rus sektorunun heç ayağı ola bilməz. Yəni nə demişəm ki, Çox təşəkkür edirəm gəldiyinizə Mən də görə. təşəkkür edirəm. Proqramımızın sonuna gəldik. Çox xoş oldu sizi burada mən də çox görmək. xoş oldu inşallah.
daha yaxşı yerlərə gedər bu proqram. İnşallah siz də daha yaxşı yerlərdə görərik. Çox Sizi sağ olun. məndən çox istəyirdilər. Bura gələndə də mənə dedilər ki, hamı salam de. Denən ki, nə qədər çox istəyir. Fatima sizi salamlayır. Salam, hər kəs salam. Bəli. Siz sağ olun. Sağ olun. Bye bye.